Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Bugün mən sizlərə 2020-ci il birinci sınağından sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Demək, ABC üçbucağı verib bizə. BD-nin tənbələn olduğunu və BD tənbələndə bölür 2 tənbələn çıxdığı bucağı yarıya bölür. Alfa alfa, AB-ni 12, BC-ni 15 və AC-ni bütöv 18 verir. AD-ni istəyir bizdən. Təbii ki, burada D-dir. AD X-dir. Biz AD-ni X götürdüksə, DC-yə qalacaq 18 çıxaq X. Tənbələn xəstəsinə görə 12-nin X-ə nisbəti bərabərdir 15-in 18 çıxaq X-ə nisbətinə. 12 bölək X bərabərdir 15 bölək 18 çıxaq X. Buranı çarpaz vursaq 15x bərabərdir 12 vuraq 18 çıxaq X. On 15x bərabər olur buradan 216 çıxaq 12x. 27x bərabərdir 216-ya. X də bərabərdir 8. Demək, cavabımız oldu 8. A variantı. Keçək ikinci suala. İkinci sualda isə bizə çoxluq verib alt çoxluqlarının sayını istəyir. Baxırıq ki, burada 0-dan 9-a qədər ədədləri yazıb. Rəqəmlər də deyə bilərik biz buna. Yəni, bunun elementlərinin sayı 10 dənədir. 0-dan 9-a qədər saysaq 10 dənədir. 10 dənə element olan çoxluğun alt çoxluqlarının da sayı olacaq 2/10. Yəni, 1024. Cavab oldu D variantı. Üçüncü suala baxaq. Demək, üçüncü sualda bizə verib x üstü 3-də 1 kiçikdir 3. Və biz burada qüvvətdə kəsir görürüksə mütləq qeyd eləməliyik ki, əsas, yəni x mütləq 0-dan böyük bərabər olmalıdır. Bu şərti mütləq nəzərə almalıyıq. Bəzən uşaqlar bunu yazır 3-cü dərəcədən x kiçikdir 3 kimi, hər tərəf kuba yüksəldir. 3-cü dərəcədən x-in kubu kiçikdir 3-ün kubu, yəni kubla kök gedir. X kiçik olur 27-dən və cavab olaraq da mənfi sonsuzluqdan 27-yə kimi götürürlər və bu şərti nəzərə almırlar. Demək, biz ədəd oxunda qeyd eləsək 0-ı və 27-ni. Birinci şərtimiz deyir ki, 0-dan böyük bərabər olmalıdır. İkinci şərtimiz isə deyir ki, 27-dən kiçik olmalıdır. Və biz bunların kəsməsini tapsaq, cavabımız olacaq 0-27 aralığı. Cavab oldu 0-27 A variantı. Baxaq, dördüncü suala. Bizə deyir ki, hansı qiymətində bu iki düz xətt, bu düz xəttlərin kəsmə nöqtəsi birinci koordinat bucağının tənbələnin üzərində olur. Gəlin baxaq, görək bu birinci koordinat bucağının tənbələni nə deməkdir? Düzbucaqlı koordinat sistemi çəksək, birinci koordinat bucağının, yəni bax, bu bucağın tənbələni, yəni 45-45-ə ayıracaq bu bucağı. Bu nöqtələrdən, yəni bu nöqtələrdən birində kəsişəcək. Tutaq ki, bu nöqtədə bunlar kəsişirlər. Bu nöqtədə kəsişirsə, baxırıq ki, bu nöqtənin x-i və y-i görək bir-birinə bərabər olar, yoxsa yox. Düz bucaqlı, üç bucaq əmələ gəlir burada. 45, 90, bu bucaqda qalacaq 45 dərəcə. Demək, 0-dan y-ə qədər məsafə y-dir. Onda bu tərəfdə olacaq y. 0-dan x-ə qədər məsafə olacaq x. Demək, burada əmələ gəlir bərabər yanına düz bucaqlı, üç bucaq. Deyə bilərik ki, x bərabərdir y-ə. X y-ə bərabər olursa, gətirib bu birinci tənlikdə yerinə yazsaq, olar 2x plus y
bərabərdir 12. 2x plus x bərabərdir 12. 3x 12'dir. X olur 4. X 4'dürsə, demək y də 4'dür. Kəsmə nöqtəsinin koordinatlarını tapdıq ki, 4, 4. İndi bu nöqtə həm də bu düz xəttin üzərində olduğu üçün aparıb x-in də yerinə 4, y-in də yerinə 4 yaza bilərik. Olacaq k vurulsun 4, üstə gələk, 5 vurulsun 4 bərabərdir 22. 4k bərabərdir 2'yə, k da bərabərdir 2'də 1'ə. Cavabımız oldu D variantı. Baxaq 5-ci suala. Demək 5-ci sualda o deyir çevrənin mərkəzidir. AOB bucağı buranı yaxınlaşdırsaq. Bu bucaq verib 100 dərəcə. Bilir ki, AOB 3 bucağı bərabər yanıdır. Niyə? Çünki AO da radiusdur, OB də radiusdur. Bərabər yanı 3 bucağın təpə bucağı 100 dərəcədirsə, oturacağı bitişik bucaqlar qalacaq 40-40. Yəni 180 ilə 100'ü çıxırıq. 80, 2-də böləndə 40-40. Demək, bizdən ABD bucağı istəyir. ABD bucağı. Və baxırıq ki, OB radiusdur, BD toxunandır. Radiusla toxunan bir-birinə perpendikulardır. Onda 90 bura, 40 bura, ABD bucağı olacaq 90 ilə 40'ın cəmi, yəni 130 dərəcə. ABD bucağı oldu 130 dərəcə. Sual 6. Bizə bu ifadəni verib sadələşdirməyini istəyir. Demək biz A çıx B böl B-ni saxlayıb mötərizənin içində sadələşdirmə apara bilərik. Misalı götürək tam olaraq A bölünsün A çıx B çıxılsın A plus B bölünsün A. Mötərizənin içini sadələşdirək. Gətirək ortaq məxrəcə. Bu ikisinin ortaq məxrəci A vurulsun, A çıx B olacaq. Demək ki, A çıx B-ni A vurulsun, A çıx B-yə gətirmək üçün A-ya vuraq. Buranı isə vuraq A çıx B-yə. İndi A-nı A-ya vuranda A kvadrat çıxılsın. A plus B-ni də A minus B-yə vursaq. A çıx B bölünsün B vurulsun. A vurulsun A çıx B məxrəcdə qaldı. Sürəti sadələşdirsək A kvadrat çıxar. Təbii ki, sürətdə A plus B, A minus B görürük. Bu bizə müxtəsər matrusunu verir. A kvadrat çıx B kvadratına. Mötərizəni açsaq A kvadrat çıxaq A kvadrat. Qarşıdakı mənfiyə görə buradakı mənfi olacaq müsbət B kvadrat. Böl A vurulsun A çıx B. A çıx B-lər ixtisar gedir. A kvadratı ilə mənfi A kvadratı islah gedir. Qalır sürətdə B kvadrat bölünsün B vurulsun A. B kvadrat ilə də B-ni ixtisar aparsaq qalacaq B böl A. Cavabımız oldu D variantı. Baxaq 7-ci suala. 7-ci sual demək trigonometrik bərabərsizliklərə aiddir. Bu əvvəllər istifadə olunurdu. Yəni trigonometrik bərabərsizliklər əvvəl sınaqlara və qəbul imtahanlarına düşürdü. Artıq proqramdan çıxardıldığına görə buna baxmağa ehtiyac yoxdur. Maraq üçün izah verə bilərəm. Kosinus x-in biz 2-də 1-dən kiçik bərabər olduğuna baxaq. Vahid çevrə çəkək. Kosinusun kökdə 2 bölü 2 aldığı qiymətini qeyd edək. Kökdə 2 bölü 2-dən kiçik hissəni istəyirsə biz bu hissəni götürməliyik. Bu da çevrənin, yəni vahid çevrənin bu hissəsinə uyğun gəlir. İştirakləmiş hissəsinə uyğun gəlir. Kökdə 2-ni alır demək. Kosinus kökdə 2-ni alır pi bölü 4-də.
və bir də burada. Burada mənfi pi böl 4 bucaqdır. Yəni bir bu bucaq, bir də bu bucaq. Bizdən isə 0-dan pi böl 2-yə qədər olan hissəni soruşur. Yəni bax bu hissəni soruşur. 0 pi böl 2 ilə bu işıqlanmış hissənin kəsişməsi şuralar olacaq. Bax bu hissə, bu qaralanmış hissə. Burada pi böl 2-dir. Pi böl 2 və pi böl 4 parçası olacaq. Kəsişmə oldu pi böl 4 və pi böl 2. Burada demək pi böl 2-ni aldığına görə biz də pi böl 2-ni aldırmalıyıq və bərabər şərt olduğuna görə də pi böl 4-ü də alırdı. Cavabımız olacaq pi böl 4, pi böl 2 parçası. A variantı. Dediyim kimi amma buna ehtiyac yoxdur. 8. Demək A və B nöqtələri C-yə nəzərən simmetrikdirsə, A nöqtəsi və B nöqtəsi C-yə nəzərən simmetrikdirlərsə, demək C A və B-nin tən ortasında yerləşir. Yəni C nöqtəsi A və B-nin orta nöqtəsidir. Orta nöqtəni tapmaq üçün bilirik ki, uyğun koordinatları toplayıb 2-yə bölmək lazımdır. Yəni A-nın x-i ilə B-nin x-ini toplasaq, A plus 0 bölü 2 bərabərdir C-nin x-ini verir bizə, yəni 2-ni. A və B-nin y-lərini də toplayıb 2-yə bölsək, yəni 2 plus B böl 2 bərabər olacaq C-nin y-nə, yəni 0-a. Buranı çarpaz etsək, alınacaq A bərabərdir 4. Burada isə 2 plus B bərabər olacaq 0-a. B də bərabərdir mənfi 2. A oldu 2, daha doğrusu A oldu 4, B oldu mənfi 2. Cavab oldu C variantı. 9-cu suala baxaq. Sadə sualda əslində bu. Bizdən 4 plus 3y kvadrat minus 4 minus 3y kvadratını sadələşdirməyini istəyir. Biz 4 plus 3y'nin kvadratını müxtəsər kimi atsaq, olacaq 4'ün kvadratı plus 2 vurulsun 4 vur 3y plus 3y'nin mötərizə kvadratı, yəni 9y kvadrat. Çıxılsın 4 minus 3y'nin kvadratının açılışını yazsaq, 4'ün kvadratı çıxılsın 2 vurulsun 4 vurulsun 3y plus 3y'nin mötərizə kvadratı. Bərabərdir 16 plus 24i. Bilirik ki, i kvadratının qiyməti mənfi 1'dir. Mənfi 1'də müsbət 9'a vursa olacaq mənfi 9. Çıxılsın 4'ün kvadratı 16 plus, daha doğrusu minus 24i. Yeniden 9i kvadrat olduğuna görə olacaq mənfi 9. Mötərizəni açıb sadələşdirək. 16 plus 24i minus 9 çıx 16. Qarşıdakı mənfiyə görə mənfi 24i'miz olacaq. Müsbət 24i. Qarşıdakı mənfiyə görə olacaq plus 9. Müsbət 9 ilə mənfi 9, mənfi 16 ilə müsbət 16 gedir. Qalır 24i plus 24i, yəni 48i. Cavab oldu C variantı. Baxsaq 10-cu suala. Çevrə daxilində çəkilmiş 4 bucaqlının 2 qarşı bucağa 1-5 nisbətində olarsa bu bucaqları tapın. Çevrənin daxilinə biz 4 bucaqlı çəkmişiksə, mütləq ki, qarşı bucaqların cəmi, məsələn, bura 1x və 5x götürsək, demək, bunun xaricinə, yəni 4 bucaqlının xaricinə çevrə çəkmək üçün qarşı bucaqların cəmi 180 olmalıdır. Yəni 5x plus x bərabərdir 180. X bərabərdir buradan 30 dərəcə. Demək, biri 30-sa, digəri də onun 5 misli, yəni 150 dərəcə. Cavabımız oldu 30 və 150. 11. Bərabər tərəfli üçbucağın daxilində götürmüş nöqtədən onun tərəflərinə qədər olan məsafələr 4, 5 və 6'dır. Bu üçbucağın sahəsini tapın. Demək, burada
belə bir qaydamız var bizim. Əgər bərabər tərəfli üçbucaqdırsa, onun daxilində götürülmüş hər hansısa bir nöqtədən tərəflərə qədər məsafə veribsə bizə x, y və z. Demək, bu x, y, z-in cəmi bizə verməlidir bərabər tərəfli üçbucağın hündürlüyünü. Bu qayda olaraq yadınızda saxlaya bilərsiniz. İsbatını da indi verərəm. Demək, bizdə bərabər tərəfli üçbucaq vermişdi. Burada bir nöqtə götürüb, buradan tərəflərə qədər məsafəni 4, bura qədər məsafəni 5, bu tərəfə qədər məsafəni isə 6 verib. Demək, bizim hündürlüyümüz bərabərdir 4, 5 və 6-nın cəmini. Yəni, h bərabərdir 15. Bərabər tərəfli üçbucağın hündürlüyünü tapdıq 15 və hündürlük də bilirik ki, bərabər tərəfli üçbucaqda hündürlük də a kökdə 3 böl 2-yə bərabərdir. Yəni, 15 bərabərdir a kökdə 3 böl 2. Demək, buranın sadələşsə a kökdə 3 bərabər olur 30-a. A da bərabərdir 30-u kökdə 3-ə bölsək qalır 10 kökdə 3. Bizdən də üçbucağın sahəsini istəyir. Üçbucağın da sahəsi olacaq a kvadrat kökdə 3 böl 4. Yəni 10 kökdə 3-ün kvadratı olur 300. Buraq kökdə 3 böl 4. 75 kökdə 3. Cavabımız oldu 75 kökdə 3. B variantı. Baxaq 12-ci suala. Demək, A-nın hansı qiymətinə çoxəllisinin verilmiş çoxəllinin x-1-ə 2-əllisinə bölməsindən alınan qalaq 3 olur. Demək, əsərlər, burada biz bu çoxəllini əgər x-1-ə böləndə qalıqda 3 alırıqsa, demək, x-in yerinə biz 1 yazsaq, 1 hardan gəlir? Demək, x-1-i 0-a bərabər etse x-imiz olur 1. Yəni, x-in yerinə 1 yazsaq, bu verilmiş çoxəllidə x-in yerinə 1 yazsaq, qiyməti olmalıdır 3. Yəni, olacaq 2 vurulsun 1-in kubu, plus 3 vurulsun 1-in kvadratı, çıx 7 vurulsun 1, çıx a bərabərdir 3. 2 plus 3, 5, çıx 7. Mənfi 2 minus a bərabərdir 3-ə, mənfi a bərabər olur 5-ə, a da bərabərdir mənfi 5-ə. Cavabımız olacaq D variantı. Tutaq ki, x minus 2-yə böldükdə qalıqda 7 alınırsa, misal üçün deyirəm, x çıx 2-yə böləndə qalıqda 7 alınırsa, x-in yerinə 2 yazsaq, cavabımız 7 alınmalıdır. X plus 3-ə böldükdə qalıqda 4 alınırsa, x plus 3-ə bölsək, tutaq ki, x plus 3-ə bölsək, qalıqda 4 alınırsa, demək, x-in yerinə mənfi 3 yazsaq, verilmiş çoxəldə x-in yerinə mənfi 3 yazsaq, cavabı 4 alınmalıdır. Yəni, x-in yerinə mənfi 3 yazıb 4-ə bərabərləməliyik. 13. Verilmiş bu bərabərsizliyin ən kiçik müsbət tam həllini soruşur bizdən. Demək, x kvadrat vurulsun loqaritma 3 əsasdan 0.6 çıxılsın 8 vurulsun loqaritma 3 əsasdan 0.36 kiçikdir 0. X kvadrat vurulsun loqaritma 3 əsasdan 0.6-nı saxlasaq, loqaritma 3 əsasdan 0.36 da 0.6-nın kvadratıdır. Biz də bu kvadratı ata bilərik 8-in yanına. Olacaq x kvadrat vurulsun loqaritma 3 əsasdan 0.6 çıxılsın 8 vurulsun 2 loqaritma 3 əsasdan 0.6 kiçikdir 0. Biz loqaritma 3 əsasdan 0.6-nı da çıxarda bilərik mötərizə xaricinə.
alınır x kvadrat çıx 8 vur 2 yəni 16 kiçikdir 0-dan. Demək əsas məsələ burada nədir? Loqaritma 3/0.6-nın qiyməti bizə maraqlı deyil, amma bunun işarəsi maraqlıdır. Əgər əsasımız 1-dən böyük və 0.6 1-dən kiçikdirsə, bu loqaritmanın mütləq qiyməti olacaq mənfi. Əgər hər ikisi 0-1 aralığındadırsa, qiymət olacaq müsbət. Hər ikisi 1-dən böyükdürsə, yenə müsbət olardı. Hər ikisi 0-la 1-in aralığındadırsa, hər ikisi, yəni həm əsas, həm 0.6-nın dayandığı yer 0-la 1-in aralığındadırsa, yenə müsbət olardı. Amma biri göründüyü kimi biri 1-dən böyükdür, digəri isə 1-dən kiçikdir. Ona görə bu loqaritmanın ala biləcəyi qiymət olacaq mənfi. İndi biz də mənfini nəyə vursaq mənfi alınar? Təbii ki, müsbətə. X kvadrat çıx 16 kiçik, daha doğrusu böyükdür 0. Müsbət olması üçün 0-dan böyük eləyirik. Bu bərabərsizliyi həll etmək üçün bilirik x kvadrat çıx 16 bizə verir x çıx 4 vurulsun x plus 4 böyükdür 0. Həll etmək üçün araqda 0-a bərabərləsək x çıx 4 bərabərdir 0 və x plus 4 bərabərdir 0. X tapırıq 4 və x tapırıq mənfi 4. Ədəd oxunu qeyd edək, mənfi 4 və müsbət 4. İntervalları ayırırıq. Mənfi 4-dən solda bir ədəd yazsaq, məsələn, mənfi 5-i burada yazıb hesablasaq, mənfi 5 çıx 4, mənfi 9, mənfi 5 plus 4, mənfi 1, mənfi ilə mənfiyə vursaq, müsbət, mənfi, müsbət. Bizdən 0-dan böyüklərinə görə mənfi sonsuzluqdan mənfi 4-ə birləşsin, yəni 0-dan böyük müsbət istəyir, 4-dən də müsbət sonsuzluq. Demək, ən kiçik müsbət tam həlli. Təbii ki, mənim sonsuzluqdan mənfi 4-ə olan aralıq müsbətlər deyil. Müsbət hissərinə görə 4-dən müsbət sonsuzluğa götürərik. 4-ü də ala bilmədiyinə görə ən kiçik müsbət tam həlli olacaq 5. Cavabımız oldu 5. Y variantı. Baxaq 14-cü sual. Katetləri 5 və 12 olan düzbucaqlı ABC sübsanda Y medianların kəsmə nöqtəsidir. CO median, OD isə ABC müstəvisinə qaldırılmış perpendikulardır. Burada əsas məsələ nəyə bilməliyik? Demək, müstəvidir. Əgər bu düz xətt müstəviyə perpendikulyardırsa, həmin nöqtədən çıxan hər bir düz xəttdə perpendikulyar olacaq. Yəni, bu da 90-dır, bu da 90-dır, bu bucaqda 90-dır, hətta bu bucaqda 90-dır. Yəni, şəkil sizə aldada bilər, təsəvvür etmək lazımdır. İndi baxaq sualımıza. Demək, bu bucaq oldu, onda DO ABC müstəvisinə perpendikulyar olduğu üçün bu bucaq oldu 90 dərəcə. Yəni, YOD bucağı 90 dərəcədir. Və Y medianların kəsmə nöqtəsidir. Medianların kəsmə nöqtəsi haqqında nə bilirik? Təpədən başlayaraq 2/1 nisbətində bölünəcək. Katetləri verib bizə 5 və 12. Katetlər 5 və 12-dirsə, onda AB oldu 13. Yəni, 5-in kvadratının üzərinə 12-in kvadratını gəlsək, 169, ondan da 13 alınır. Demək, hipotenuza çəkilmiş medianda bilirik ki, hipotenuza çəkilmiş medianda hipotenuzun yarısına bərabərdir. Yəni, AB 13 olduğundan CO olacaq 6,5. Yəni, 13/2 yazaq. CO bərabərdir 13/2. Və Y nöqtəsi dedik ki, medianların kəsmə nöqtəsidir. Onda təpədən başlayaraq 2/1 nisbətində bölünür. X və 2x olacaq. Demək, 3x bərabərdir 13/2-yə. X də bərabərdir 13/6. Demək, Y10-u tapdıq biz. Y10-u tapdıq biz. 13/6. Bizə də nə vermişdi başqa? OD-ni verib, kökdə 155,
bölünsün 6. Dedik YOD üçbucağı düzbucaqlı üçbucaqdır və görürük ki, bu düzbucaqlı üçbucağın, yəni YOD düzbucaqlı üçbucağının katetləri 6'da 13 və kökdə 155 bölü 6'dır. Bizə YD lazımdır. YD'ni də tapmaq üçün Pifaqordan istifadə edə bilərik. DG'nin kvadratı bərabərdir 6'da 13'ün kvadratı üzərinə gəl 6'da kök altında 155'in kvadratı. DG kvadrat buradan alınır. 36'da 169 üstə gələk 36'da 155. DG kvadrat bərabərdir 36'da 324. 324'ü 36'ya bölsək DG kvadrat olacaq 9. DG kvadrat 9 ise DG de oldu 3. Cevabımız oldu 3. C variantı. 15. Sonsuz həndəs silsilənin tək yerdə duran hədlərinin cəmi 20'dir. Silsilə vuruğu 2'də 1 olarsa silsilənin birinci həddini tapın. Tutaq ki, bizə belə bir silsilə verib, məsələn, 32 və Q-də 2'də 1 olsa, 32, daha sonra 16, 2'yə bölsək hər dəfə, 8, daha sonra 4, 2, 1 və s. bu şəkildə davam eləsə. İndi baxırıq tək yerdə duranlara. Bu birinci həddi, ikinci həddi, üçüncü hədd, dördüncü hədd, beşinci hədd, altıncı hədd və s. Demək, tək yerdə duranlarımız B1, B3, B5 və s. bu şəkildə davam edir. Baxırıq ki, tək yerdə duranlar da həmçinin nə təşkil eləyəcək? 32, 8, 2 və s. Sonra 2'də 1 gələcək, sonra 8'də 1 və s. Baxırıq ki, bu da sonsuz azalan həndəs silsilədir və bu sonsuz azalan həndəs silsilənin də vuruğu nəyə bərabər oldu artıq? 4'də 1'ə. Yəni verilmiş vuruğun kvadratını. İndi bizə bu sonsuz azalan hər hansısa, mən nümunə üçün bunu yazmışdım. Hər hansısa sonsuz azalan həndəs silsilənin tək yerdə duranlarını cəmlədikdə 20 alınıbsa, demək B1 bölünsün 1 minus Q-dür. Və tək yerdə duranların cəmini 20 verdiyinə görə, yenə deyirəm, tək yerdə duranların cəmini 20 veribsə, dedik ki, bu silsilənin vuruğu artıq nə olacaq? Yəni B1'in, B3'ün, B5'in vuruğu artıq olacaq 4'də 1. Yəni 2'də 1'in kvadratı olacaq 4'də 1 bərabərdir 20. B1 bölünsün 1 çıxaq 4'də 1. B1 bölünsün 1'dən 4'də 1 çıxanda 4'də 3 bərabərdir 20'yə. Çarpaz vursaq B1 bərabərdir 20 vuraq 4'də 3. B1 olacaq buradan 20 ilə 4 ixtisar gedir 5. 3'ə də vuranda 15. Demək B1'imiz, yəni ilk həddimiz olacaq 15. Cavab oldu Y variantı. Düzgün dördbucaqlı prizmanın üst oturacağının mərkəzi və alt oturacağının tərəflərinin orta nöqtələri piramidənin təpələridir. Prizma və piramidənin həcmləri nisbətini istəyir. Demək, düzgün dördbucaqlı prizma dediyi üçün, təbii ki, düzgün dediyinə görə oturacağımız demək olacaq kvadrat. Oturacaq kvadratlı tərəfini A götürək. Onda bu prizmanın hündürlüyündə H qəbul etsək, daha doğrusu V prizma bərabərdir. Oturacağın sayısı vur hündürlük, yəni A kvadrat H olacaq. Prizmanın həcmini ifadə elədik. Daha sonra gələk digər şərtə. Deyir ki, alt oturacağının, yəni bu alt oturacağın tərəflərinin orta nöqtələrini
Piramiddan təbələr. Aha. Bunları birləşdirsək və üstə oturacağında mərkəzi. Burada. Biz bunları birləşdirsək bu şəkildə piramid əmələ gələcək. İndi baxaq görək piramidanın bax bu tərəfləri nəyə bərabərdir. Demək, əgər bu orta nöqtədirsə, tərəfimiz də A idisə, olacaq A bölü 2, A bölü 2, həmçinin burada A bölü 2 qalacaq, burada A bölü 2 qalacaq, A bölü 2 hamısı A bölü 2'dir. Bu da kvadrat olduğuna görə 90'dır. Demək, bərabər yanına düzbucaqlı üçbucaq əmələ gəlir burada. Bu hipotenuzumuz, yəni bax bu düzbucaqlı üçbucağın, bu düzbucaqlı üçbucağın hipotenuzu olacaq A kökdə 2 bölü 2. Hündürlüyü də, bax bu piramidanın hündürlüyü də verilmiş prizmanın hündürlüyünə bərabərdir. H-dır. Baxaq onda piramidanın həcmi nədir ona. Bilirik ki, V piramida yazaq bura. 3'də 1 S oturacaq, vur H olacaq. Dediyim kimi olur. Bax burada bu tərəfi biz A kökdə 2 bölü 2 tapmışıqsa, bu tərəfdə A kökdə 2 bölü 2 olacaq, bu tərəfdə A kökdə 2 bölü 2 olacaq, burada A kökdə 2 bölü 2 olacaq. Yəni burada da oturacaq, olacaq kvadrat. Onda V piramida bərabərdir 3'də 1 vurulsun. Oturacağın da sahəsi, oturacağımız da kvadrat olduğuna görə sahəsi olacaq A kökdə 2 bölü 2'nin kvadratı vur H. V buradan bərabərdir 3'də 1 vurulsun 4'də 2 A kvadrat. Yəni o da 2'də 1 A kvadrat deməkdir. 2'də 1 A kvadrat H. V bərabərdir 6'da 1 A kvadrat H. Demək biz prizmanın həcmini tapmışdıq A kvadrat H. Piramidanın həcmini isə tapdıq 6'da 1 A kvadrat H. Onda prizmanın piramida həcmləri nisbəti, yəni prizma ilə piramidanın həcmləri nisbəti 6 bölü 1 də deyə bilərik. Yəni A kvadrat H bölünsün 6'da 1 A kvadrat H bərabərdir. A kvadratlar gedir, H'lar gedir. 1 bölək 6'da 1, yəni 6. 6 və yaxud da 6 bölü 1 də deyə bilərik. Cavab oldu D variantı. Şəkil 17'yə baxdıqda, daha doğrusu 17-ci sualda şəklə baxdıqda görə bilərik ki, bu funksiyalar, yəni bu qrafiklər azalan funksiyanın qrafikidir. Əgər üslü funksiyada qrafikimiz azalırsa, hansı y oxuna daha yaxınsa o daha kiçik olacaq. Məsələn, bax, C-nin məsafəsi budur, yəni C üstü x-in məsafəsi budur, B üstü x-in məsafəsi budur, A üstü x-in məsafəsi budur. Yəni C üstü x y-ə daha yaxın olduğu üçün C kiçik oldu B-dən, B də kiçikdir A-dan. Cavab D. Məsələn, artan olsaydı nə olardı? Əgər belə bir qrafik vermiş olsaydı bizə, bunu tutaq ki, C üstü x, B üstü x, A üstü x götürsək, bu artan olduğuna görə artan funksiyada hansı y-ə daha yaxındırsa o daha böyük olardı. Yəni burada artıq bu mənim çəkdiyim qrafikdə C böyükdür B-dən, B də böyükdür A-dan. Təbii ki, misalımızın cavabı olur D variantı. Çünki bizdən azalanın qrafikinə görə C, B və A-nı tapmağımızı istəyir. 18. Demək, bu olduğu məlumdursa, A-nın hansı, A hansı aralığa daxildir? Bu sadə bir sualdır, hər kəs yazar bilər. 3-cü dərəcədən 2 kiçikdir, 6-cı dərəcədən A kiçikdir, kök altında 3.
Biz bunları müqayisə etmək üçün dərəcələri eyniləşdirə bilərik. 3-dür dərəcəmiz, 6-dır və burada 2-dir. 3, 6 və 2-nin əkobu 6 olduğu üçün dərəcələri biz 6-ya gətirə bilərik. Yəni 3-cü dərəcədən 2-ni yaza bilərik. 6-cı dərəcədən 2-nin kvadratı, yəni 3-ü 2-yə vurduğumuza görə 2-nin də üstündə 2 yazmalıyıq. 6-cı dərəcədən A kiçikdir. Burada 2-dir. 6-ya gətirmək üçün 6 yazırıqsa 3-ə vurmuşuq. Onda 3-ün də kubu yazmalıyıq. Olacaq 6-cı dərəcədən 4 kiçikdir 6-cı dərəcədən A. Bu da kiçikdir 6-cı dərəcədən 27. Köklər tullasaq, demək 4 kiçikdir A, o da kiçikdir 27. Yəni A daxildir 4, 27 aralığına. On 9-cu suala baxsaq, törəmə ilə bağlı bir sualdır bu da. Demək bizə y bərabərdir x kvadrat çıx 5x verib, toxuma nöqtəsində apsisini 1 verib. Toxunanın tənliyi istəyir. Yəqin ki, bilərik ki, toxunanın tənliyi bərabərdir f(x0) üstə gələk f(x0) vurulsun x minus x0. Bizə demək, bu toxunanın tənliyini tapmaq üçün mütləq ki, törəməni tapıb x0 yerinə yazmalıyıq. Yəni, törəməni tapmalıyıq. Sonra fx0-ı tapmalıyıq. Yəni, sadəcə funksiyanın özündə x0-ın da qiymətini yazmalıyıq və x minus x0-da tapmalıyıq. Demək, bizim y-imiz x kvadrat çıx 5x olduğu üçün y-ştriximiz də olacaq, yəni törəməsi də olacaq 2x minus 5. Demək, f(x) bərabərdir 2x çıx 5-ə. İndi bizə toxunanın tənliyində görürük ki, fx0 lazımdır. fx0 bərabərdir f1. F-də, yəni bax, bu verilmiş funksiyada x-in yerinə 1 yazsaq, 1-in kvadratı çıxılsın 5 vurulsun 1. 1 çıxılsın 5 oldu -4. fx0-ı tapdıq. Daha sonra bizə f'(x0) da lazımdır. f'(x0) bərabərdir f'(1-ə. Yəni, funksiyanın törəməsindəki qiymətini hesablamalıyıq. 2x minus 5-dəki qiymətini hesablayırıq. 2 vurulsun 1 çıx 5. 2 çıx 5 də olur -3. Toxunanın tənliyini bir daha buradan da yazaq. Dedik ki, fx0 üstə gələk f'(x0) vurulsun x minus x0. İndi tapdığımız qiymətləri yerinə yazsaq, daha doğrusu fx0-ın qiyməti -4-dür. Bu fx0-ın yerinə -4 yazıram. Daha sonra f'(x0-ın qiyməti -3 olduğuna görə -3 vurulsun x minus x0. x0 da yuxarıda vermişdi bizə. x0 da vermişdi 1. Sadələşsək, -4 çıxılsın 3x plus 3. Yəni, -3x minus 1 düz xəttdir. Demək, toxunanın tənliyi oldu. -3x çıx 1. A variantı. Yirminci sualda maraqlı sualdır. Demək, sinus 20 vurulsun sinus 40 vurulsun sinus 50 çıxılsın 4'də 1 sinus 10 plus 2'də 1. Təbii ki, bilirik ki, sinus 50 dərəcə bərabərdir kosinus 40 dərəcə. Bunu hər kəs bilməlidir. Yəni, universitetdə hazırlaşan, blok imtahanı verəcək hər kəs bunu bilməlidir. Demək, sinus 20 saxlayaq. Vurulsun sinus 40. Vurulsun kosinus 50. Daha doğrusu kosinus 40. Çıx 4'də 1 sinus 10
plus 2'də 1. Sinus alfa və kosinus alfa hasili görürük. Demək, bu sinus alfa, kosinus alfa hasilinin bizə düstur verməsi üçün qarşısında mütləq 2 olmalıdır. Burada 2 olmadığına görə onu biz özümüz yaratmalıyıq. Və sinus 20-də axırda yazsaq daha yaxşı olur. Yəni, sinus 40 vurulsun kosinus 40 vurulsun sinus 20 çıxılsın 4'də 1 sinus 10 plus 2'də 1. Dediyimiz kimi sinus alfa və kosinus alfa hasilini gördük. Dedik, buranın düstur verməsi üçün qarşıda 2 olmalıdır, 2 vurğu olmalıdır. 2 olmadığına görə biz 2'də 1 vuraq 2 yaza bilərik burada. 2'də 1'i saxlayıb 2 sinus alfa, kosinus alfa hasili oldu. Sinus 2 alfa. Yəni bu alfamız 40 olduğuna görə 2 misildə olacaq 80. Demək, 2 sinus 40, kosinus 40 bizə verdi sinus 80 dərəcəni. Vurulsun sinus 20. Çıxılsın 4'də 1 sinus 10 dərəcə. Plus 2'də 1. Bərabərdir. 2'də 1 saxlayırıq. Burada da görürük ki, sinus alfa və sinus beta hasili var. Sinus alfa çıx sinus beta hasili isə bizə nə verirdi? 2'də 1 vurulsun kosinus alfa çıx betanı. Yəni, istəyirsiniz buradan bir yerdən yazın. Demək, sinus alfa vurulsun sinus beta bərabərdir. 2'də 1 vurulsun sinus daha doğrusu 2'də 1 kosinus alfa çıx beta çıxılsın kosinus alfa plus beta. İndi biz bu düsturu tətbiq eləsək yuxarıda olacaq 2'də 1 vurulsun 2 kosinus alfa çıx beta, yəni 80 çıxılsın 20 çıxılsın kosinus 80 üstə gələk 20. Çıxaq 4'də 1 sinus 10 üstə gələk 2'də 1. Bərabərdir. Qarşıdakı 2'də 1'i 2'də 1'ə vursaq 4'də 1 vurulsun kosinus 80'dən 20 çıxsaq kosinus 60 dərəcə çıxaq kosinus 100 dərəcə. Çıxaq 4'də 1 sinus 10 dərəcə plus 2'də 1. Bərabərdir. 4'də 1 vurulsun kosinus 60'ın qiyməti bilirik ki 2'də 1'dir. Çıx kosinus 100'ü də yaza bilərik 90 plus 10 kimi. Çıxılsın 4'də 1 sinus 10 plus 2'də 1. Daha sonra bərabərdir. 4'də 1 vurulsun 2'də 1. Kosinus 90'da adını dəyişir. Kosinus 90'da adını dəyişir. Olur sinus 10 dərəcə və 90 plus 10 olduğu üçün düşür ikinci rübə. İkinci rübdə də kosinus mənfi olduğuna görə qarşıya mənfi atırıq. Mənfidə bu mənfiyə dəyər olur müsbət sinus 10. Çıxılsın 4'də 1 sinus 10 dərəcə. Üstə gələk 2'də 1. Bərabərdir.
Vurub açsaq mötərizəni 4-də 1-i 2-də 1-ə vursaq 8-də 1 üstə gələk 4-də 1-i sin sona vursaq 4-də 1 sin son çıxaq 4-də 1 sin son üstə gələk 2-də 1. Bu müsbət 4-də 1 sin son və mənfi 4-də 1 sin sonlar getsə qalır 8-də 1 üstə gələk 2-də 1. Yəni 8-də 1 plus 8-də 4 cavabımız oldu 8-də 5. Biraz kiçildiyinə görə cavabı qeyd edə bilmirəm yuxarıda. Baxaq 21-ci suala. Bizə limit verib hesablamamızı istəyir. Demək limit x yaxınlaşır sonsuzluğa 3x kvadrat plus x minus 11 bölünsün 5x minus x kvadrat. Demək, yaxşı olar ki, biz bu limitdə hər tərəfi bölək. X-in qüvvəti ən böyük hansıdırsa ona. Yəni, burada x-in qüvvəti 1-dir, burada 1-dir, x-in qüvvəti 2-dir və 2-dir. X kvadratına bölsək sürət və məxrəci alınır 3x kvadrat bölək x kvadrat plus x bölək x kvadrat çıx 11 bölək x kvadrat 5x bölək x kvadrat çıxılsın x kvadrat bölək x kvadrat. Limit x yaxınlaşır sonsuzluğa 3x kvadratını x kvadratına bölsək 3 plus 1 bölü x qalacaq. Yəni x kvadratına bölsək 1 bölü x çıx 11 bölək x kvadrat 5x-i x kvadratına bölsək 5 bölək x çıxılsın x kvadratını x kvadratına bölsək 1. İndi x-lərin yerinə aparıq biz sonsuzluq yazsaq 1 bölü sonsuzluq 0 11 bölü sonsuzluq kvadrat yenə 0 5 bölü sonsuzluq yenə 0 qaldı. Demək 3 bölünsün mənfi 1 cavabımız oldu mənfi 3 B variantı. 22-ci sualda isə səbətdə 14 alma var, 28 armud, 49 heyva. Hər qutuya bu meyvələrin yalnız birindən və hər qutuya bərabər sayda olmaqla yığmaq üçün ən az neçə qutu lazımdır? İndi bizə ən az qutu lazımdırsa əgər, yəni qutunun sayının az olmağını istəyirsə, mütləq həmin qutulara daha çox meyvə yığmalıyıq. Demək, meyvənin sayı elə olmalıdır ki, daha doğrusu qutunun sayı, yığa biləcəyimiz meyvənin sayı elə olmalıdır ki, həm 14 həmin saya bölünsün, həm 28, həm də 49. Bunların ən böyük ortaq böləni tapsaq, yəni əbob 14, 28 və 49-u tapsaq, olacaq 7. Demək, hər qutuya ən çox 7 meyvə yığa bilərik. Daha doğrusu, yəni qutunun sayının az olması üçün dedik ki, hər qutuya daha çox meyvə yerləşdirməliyik. Ən çox da yerləşdirə biləcəyimiz meyvə sayı 7-dir. Onda 14 dənə almanı 7 dənəlik qutulara bölsək, 14-ü 7-yə bölsək, 2 dənə qutu alma üçün lazımdır. 28-i 7-yə bölsək, 4 qutu armud üçün lazımdır. 49-u da 7-yə bölsək, 7 qutu da heyva üçün lazım olacaq. Toplam bizə 2, 4, 7 cəmləsək 13 dənə qutu lazımdır. Cavab oldu 13. Test 23. Bu ardıcılın təsadüfən götürülmüş həddinin 5-ə bölünən ədəd olması ehtimalı. Və eni də 1-dən 10-a qədər verib. Biz belə də yaza bilərik. Məsələn, demək, A1-i tapa bilərik. A1-i tapmaq üçün enlərin yerinə 1 yazsaq,
1 plus 1 2, 2'nin kvadratı 4, 1 çıxsaq 3, A1 3'dür. A2 bərabərdir. N'lərin yerinə 2 yazsaq 2 plus 1 4, daha doğrusu 3, 3'ün kvadratı 9, 1 çıxsaq 8, A3 bərabərdir. N'lərin yerinə 3 yazsaq 3 plus 1 4, 4'ün kvadratı 16, 1 çıxsaq 15, 4-cü həddi tapsaq, N'in yerinə 4 yazsaq 4 plus 1 5, 5'in kvadratı 25, 1 çıxsaq 24, 5-ci həddimiz olacaq 5 plus 1 6, 6'ın kvadratı 36, 1 çıxsaq 35, 6-cı həddi tapsaq, yəni N'in yerinə 6 yazsaq 7'nin kvadratı 49, 1 çıxanda 48, 7-ci həddi tapsaq olacaq 7 plus 1 8, kvadratı 64, 1 çıxanda 63, 8-ci həddimiz olacaq 8 plus 1 9, 9'un kvadratı 81, 1 də çıxanda 80, 9-cu həddi tapsaq 9 plus 1 10, kvadratı 100, 1 çıxanda 99, 10-cu həddimiz isə olacaq 10 plus 1 11, 11'in kvadratı 121, 1 çıxanda 120. Bizdən 5'ə bölünənlərin ehtimalını istəyir. 5'ə bölünənlərimiz burada hansıdır? 15, 35, 80 və 120. Neçə ədəd oldu? 4 dənə. Ümumi 10 dənə ədəd mümkündür. 10 dənə, yəni 10 dənə ədəd alına bilər. 10 dənə ədəddən də 4'ü 5'ə bölündüyünə görə 5'ə bölünmə ehtimalı olacaq 10'da 4. Yəni 0'da 4. Və yaxud da mümkün halların sayı 10'dur, əlverişli halların sayı 4'dür. Ehtimal da bərabərdir əlverişli halların sayı bölü mümkün halların sayı. Cavab oldu 0'da 4. Və yaxud da bunu müxtəsərlə də yaza bilərdik. N bərabərdir N plus 1'in kvadratı çıx 1'i sadələşdirmək üçün N plus 1 çıx 1 və N plus 1 plus 1. Buradan isə alınır ki, N vurulsun N plus 2'dir. İndi baxaq görə N'lərin yerinə hansını yazsaq 5'ə bölünəcək. N'in yerinə 3 yaza bilərdik. N'in yerinə 5 yaza bilərik. N'in yerinə 8 və N'in yerinə 10. Demək 4 dənə hal mümkündür. 10 dənə də burada hədd verdiyinə görə 10 dənədən 4'ü 5'ə bölünəcək. Cavabımız olacaq yenə də 10'da 4. Baxaq 24-cü sualda. Trapesiyanın orta xətti 56-dır. Diaqonalların kəsmə nöqtəsi oturacaqlardan 6 və 8 cm məsafədədir. Trapesiyanın oturacaqların fərqini istəyir. Demək, trapesiyamızdır. Bu bizim orta xətt 56-cı. Orta xətt tapmaq üçün bilirik ki, oturacaqların cəmini 2'yə bölməliyik. Orta xətt 56-dırsa, demək, oturacaqların cəmi 56'nın 2 misli olacaq. Yəni 112. Biz kiçik oturacaq x götürsək, böyük oturacaq olacaq 112 çıxaq x. Diaqonalların kəsmə nöqtəsi deyir. Burada diaqonalların kəsmə nöqtəsi oldu bura. Demək, diaqonalların kəsmə nöqtəsindən oturacaqlara qədər məsafəni 6 və 8 verim. Bunlara 8 verim. 6 və 8. İndi biz burada neyini? Şəkil çox qarışmaması üçün bu hündürlükləri hələ ki çəkməyim. Baxaq uşaqlar, demək burada alfa və alfa olacaq bu bucaqlar. Niyə? Çünki bunlar çarpaz bucaqlardır. Bir-birinə bərabərdir. Çünki oturacaqlar bir-birinə paraleldir. Bu bucağımız beta götürsək, burada olacaq beta. Təbii ki, bu yuxarıdakı adlandıraq daha yaxşısı olur. A, B, C, D. Buradan da o götürsək. Demək, üç bucaq BOC, oxşar olacaq. Üç bucaq DOA və yaxud da AOD üç bucağı. Bunlar oxşardılar. İndi gələk
hündürlüklərə. Bu hündürlüyü 6, bu böyük hündürlüyü isə verib 8. Demək bilirik ki, bunlar əgər oxşarlarsa, uyğun tərəflərin nisbətləri bərabərdir uyğun hündürlüklərin nisbətinə, uyğun tənbölənlərin nisbətinə və s. Tərəfləri bizə alfa beta tərəfinin bitişi olduğu x-in AOD üçbucağındakı alfa və beta tərəfinin bitişi olduğu 112 çıxaq x-ə nisbətinə bərabərdir. Demək, x-ə çəkilmiş hündürlüyün, yəni 6-nın 112 çıxıq x-ə çəkilmiş hündürlükdə 8, 6-nın 8-ə nisbəti. İxtisarləsək 3, 4, demək 4x bərabərdir 336 çıxaq 3x, 7x bərabərdir 336, x də buradan neçə alınır? 48. Biri demək B'si oldu 48, AD də olacaq 64. Oturacaqların fərqini istəyir. Yəqin ki 64 çıxıq 48 soruşur bizdən. O da neçə eləyir? 16. Cavabımız olacaq 16. Baxaq test 25-ə. Bu da şablon suallardan da çox istifadə olunur. Yəni bu daha çox 11-lərdə də istifadə olunur, 9-larda da istifadə olunur. Demək, x kvadrat plus 7x minus 4 bərabərdir 0. X kvadrat plus 16 bölü x kvadratını istəyir. Biz bu verilmiş tənliyin hər tərəfini x-ə bölə bilərik. Əgər x-ə bölsək, x kvadratını x-ə bölsək, x plus 7x x-ə böləndə 7 çıxılsın 4 bölü x bərabərdir 0. Yəni 0-da x-ə bölsək, onsuz da 0 qalacaq. X çıxılsın 4 bölü x-i saxlayaq solda. 7-ni keçirdək sağa, olur mənfi 7. İndi baxaraq ki, bu x kvadrat plus 16 bölü x kvadrat x-in və 4 bölü x-in kvadratlarıdır. Demək, yaxşı olar ki, biz x çıxılsın 4 bölü x-i kvadrata yüksəldik. X çıxılsın 4 bölü x-in kvadratı bərabərdir mənfi 7-nin kvadratına. Açılışını yazsaq, x kvadrat çıxılsın 2 vurulsun x vurulsun 4 bölü x. Üstə gələk 4 bölü x-in kvadratı 16 bölü x kvadrat. Bərabərdir 49. X-lər ixtisar gedir. Mənfi 8 qalır. Onda 49-un yanına keçsək, x kvadrat üstə gəlir 16 bölü x kvadrat bərabərdir 49 plus 8. Yəni 57. Cavabımız olacaq 57. Başqa üsulla da yazmaq olardı bunu. Demək, buradan ortaq məxrəcə, yəni buranın ortaq məxrəcə gətirib x üstü 4 plus 16 alırıq. Yəni o da heç də asan üsul deyil, yəni çox da qısa deyil. Müxtəsər nəticə üsulundan istifadə edib sadələşdirə bilərik. Yenə də cavab 57 alınacaq. Baxaq 26-cı suala. Konusun ox kəsiyi perimetri 52 bölü kökdə pi olan bərabər yanlı üçbucaqdır. Konus yerinə görə bir dənə konus çəkək. Ox kəsiyi deyirsə, diametri çəkək oturacaq. Demək, ox kəsiyi bu ABC üçbucaqdır. Aha. Bura bilirik ki, L-dir. Burada L-dir. AC isə olacaq 2R. Demək, bizə 2R'in L-ə nisbətini 3-ün 5-ə verib. Onda biz nə edə bilərik? 2R'i 3x götürə bilərik. L-i isə 5x götürə bilərik. Burada həmçinin 5x. Və bizə də perimetri verib 52 böl kökdə pi. ABC üçbucağında perimetrini tapsaq, 52 böl kökdə pi. ABC üçbucağının perimetri nəyə bərabər? Demək, 5x plus 5x plus 3x bərabərdir 52 bölək
kökdə pi. 13x bərabərdir 52 bölək kökdə pi. Ee, 13 və 52-ni ixtisarləsək 4 qalacaq. X bərabər oldu demək 4 bölək kökdə pi. Onda demək bizim 2 yerimiz nəyə bərabərdir? 2 yerimiz 3x olduğuna görə 2 yer bərabərdir 3x, yəni x-də 4 bölü kökdə pi olduğuna görə 12 bölü kökdə pi alınır. L də bərabərdir 5x, yəni 5-i də 4 bölü kökdə pi'yə vursaq 20 bölü kökdə pi qalır. Bizdən nə istəyirdi? Tam səthin sahəsi. Konusunda tam səthinin sahəsi S tam bərabərdir, yəni yan səthin sahəsi plus oturacağın sahəsi. Yan səthin sahəsi pi r-dir plus oturacağın sahəsi, oturacaq dairə olduğu üçün pi r kvadratdır. Pi vurulsun 2 yerimiz demək uşaqlar burada 2 yer 12 bölü kökdə pi idisə r-dən neçə alınır? 6 bölü kökdə pi. Pi vurulsun 6 bölü kökdə pi. Vurulsun elin də yerinə nə yazırıq? 20 bölü kökdə pi. Üstə gələk pi vurulsun r-in kvadratı, yəni 6 bölü kökdə pi-nin kvadratı. Demək burada kökdə pi-ləri bir-birinə vursaq pi alınacaq. Qarşıdakı pi ilə gedir. 6-nı 20-yə vuranda 120 plus pi vuraq. 6-nın kvadratı 36-dır. Kökdə pi-nin də kvadratı pi-dir. Pi-lər də gedir. 120 plus 36 156. Cavab oldu 156. Uyğunluqdur uşaqlar. Demək, baxaq görək nə deyir 27-ci sualda. Demək, x kvadrat plus 5x plus m minus 4 sıfırdır. X kvadrat plus 5x plus m çıx 4 bərabərdir 0. Bizdən soruşur, kökləri əks ədədlərdir. Cəmin soruşur, qarşılıqlı tərs ədədlərimi deyir. Demək olar, əgər köklərimiz əks ədədlərdirsə, m çıx 4, daha doğrusu köklərimiz tərs ədədlərdirsə, qarşılıqlı tərs ədədlərdirsə, qarşılıqlı tərs ədədlərin hansılı 1 olmalıdır? M çıx 4-ü 1-ə bərabərləsək, m olacaq 5. Yəni, m-in 5 qiymətində tənliyin kökləri qarşılıqlı tərsdir. Varmı? Bəli. D var. Demək, m5 olduqda tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Demək, 1-ə gedəcək D. Daha sonra m bərabərdir mənfi 2 olduqda kökləri qarşılıqlı əks ədədlərdir. O buna uyğun getmir. Çünki köklər qarşılıqlı əksdirlərsə, məsələn 4, mənfi 4, 3, mənfi 3 cəmləri 0 olmalıdır. Yəni birinci suala getmir. Köklərin cəmi mənfi 5-dir. Bəli, köklərin cəmi əks işarə ilə götürülür mənfi 5. Demək, birinci suala gedir B və D. İkinci sualda x kvadrat çıxılsın m plus 2x çıx 13 bərabərdir 0. Bizə deyir m mənfi 2 olduqda qarşılıqlı əks ədədlər. Bəli, m plus əgər əksdirlərsə m plus 2 0 olmalıdır. M də mənfi 2 olur. Demək, m-in mənfi 2 qiymətində köklər olacaq qarşılıqlı əks ədədlər. 2-yə gedir A. M-in istənilən qiymətinin tənliyin 2 müxtəlif kökü var. Onu bilə bilmirik. Demək olmaz. D getdi birinci suala. M bərabər 0 olduqda köklərindən biri mənfi 1-ə bərabər. İkinci sualda m-i 0 götürsək, olur x kvadrat çıx 2x minus 13 bərabərdir 0. Əgər köklərindən biri mənfi 1-dirsə, mənfi 1 yerinə yazsaq 0-a çevirmir. Demək, y getmədi. İkinci suala getdi A. Üçüncü sualda isə m mənfi 2 olduqda köklərindən biri mənfi 1-dirsə, mənfi 1 yerinə yazsaq 0-a çevirmir. Demək, y getmədi. İkinci suala getdi A. Üçüncü suala isə m mənfi 2 olduqda köklərindən biri mənfi 1-dirsə, mənfi 1 yerinə yazsaq 0-a çevirmir. Demək, y getmədi. İkinci suala getdi A.
Üçüncü sualda ise x kvadrat üstə gələk m kvadrat çıx 1x çıxılsın 2 vurulsun m plus 1'in kvadratı bərabərdir 0. Bizdən demək a getdi, b getdi. M'in istənilən qiymətinə tənin 2 müxtəlif kökü var. İndi yoxlayaq onu. Diskriminanta baxsaq, m kvadrat çıx 1'in kvadratı çıx, yəni b kvadrat çıx 4 vuraq a vuraq c. Mənfi 2 vur m plus 1'in kvadratı. Buradan diskriminant bərabərdir m kvadrat çıx 1'in kvadratı. Mənfi 4'də bu mənfi 2'ye vursaq müsbət 4 vurulsun m plus 1'in kvadratı alınır. Demək, bu kvadrat həmişə 0'dan böyük bərabərdir. Bu kvadrat da həmişə 0'dan böyük bərabərdir. Onda bu cəm 0'dan böyük bərabər olmalıdır. Bəs burası 0 olsa, m kvadrat çıx 1 0 olsa, m'in mənfi 1 qiymətində bura olacaq 0. Burada olacaq 0. Diskriminantımız 0 alına bilir. Diskriminant 0 olanda tənin 2 bərabər kökü də ola bilər. Amma C deyir ki, m'in istənilən qiymətində 2 müxtəlif kökü var. Xeyr. M'in dedik ki, mənfi 1 qiymətində bir dənə də kökü alına bilir. M bərabər 0 olduqda tənin köklərindən biri mənfi 1'ə bərabərdir. Onu yoxlasaq, demək, m neçə vermişdi bizə? M 0 olduqda. İndi biz m'in yerinə 0 yazsaq, alınır x kvadrat çıx x çıx 2 bərabər 0. Viyetə görə tənin köklərindən biri olacaq 2, digəri olacaq mənfi 1. Bəli, demək m'in 0 qiymətində tənin kökü olur mənfi 1. Üçüncüyə də gedir Y variantı. İndi baxaq 28-ci suala. 28-ci sual isə situasiyadır. Skateboard yarışında idmançılar əyri səth boyunca hərəkət edərək A nöqtəsindən B finiş nöqtəsinə hərəkət edirlər. Səthin kəsiyi y bərabər 2'də 1 x-4'ün x-4 vurulsun x-8 funksiyasının qrafik ilə verilir. Yarışda iştirak edən 28 idmançının bir qismi finişə gedib çıxmır. Nə deyir sualda? Skateman AB xəttindən aşağıya doğru. Demək, bizə y nə vermişdi? 2'də 1 vurulsun x-4 vurulsun x-8 vermişdi. AB xəttindən aşağıya doğru hansı ən böyük dərinliyə inə bilər? Demək, biz qrafik çəksək, kökləri olacaq 4 və 8, 4 və 8. İndi bizdən, baxın uşaqlar, bu tərəfdə ola bilər, amma biz bu hissəni götürməyəcəyik. Çünki sıfırdan hesablamaq lazımdır. Koordinat başlanğıcı demək, hesablama başlanğıcı dedikdə koordinat başlanğıcını götürmək lazımdır. Bilirik ki, buradan bizə bu hissə lazım olacaq. Və buranı A qəbul eləsək, A başlanğıcdır. Təsəvvürün burada, skateman burada dayanır, sürüşür, buraya gəlir. Burada B nöqtəsidir. A və B, AB parçası apsisə paralel olmalıdır. İndi baxırıq ki, bu A nöqtəsi hansı nöqtədir? A nöqtəsi Y-lə kəsmə nöqtəsidir. Y-lə kəsmə nöqtəsində nə etməliyik? X-ə 0 yazmalıyıq. X-dən yenə 0 yazsaq, alınacaq -4 vur -8. -32, daha doğrusu müsbət 32, 2'də 1'ə də vursaq 16. Demək, bura oldu 16. İndi bizdən bu dərinliyi istəyir. Baxaq indi. Buradan bura qədər olan məsafəni tapdıq. Buradan bax,
Bu məsafəni tapmışıq ki, 8-dir. Daha doğrusu 16-dır. 16-dır. Bəs bu dərinlik nə qədərdir? Onu hələ ki bilmirik. İndi bu nöqtənin ordinatı nədir? N-dir. Biz verilmiş funksiyanın n-ni tapsaq, y-i sadələşdirək ilk öncə olacaq 2-də 1 vurulsun, x kvadrat çıxılsın 8x minus 4x plus 32. Y de buradan alınır 2'də 1x kvadrat minus 6x plus 16. Aha. Bizim funksiyamız budur. Biz bu funksiyanın n'ini tapsaq əgər, n də bilirik ki, mənfi, daha doğrusu 4ac çıx b kvadrat böl 4a'dır. N alınır buradan demək. 4 vuraq 2'də 1 vuraq 16 çıx b kvadrat böl 4 vur a. 2'ni 16'ya vuranda 32. 32'dən də 36 çıxanda mənfi 4 böl 2. Yine tapdıq mənfi 2'dir. Demək, bura mənfi 2 nöqtəsi oldu. 0-dan mənfi 2'yə qədər məsafə bilirik ki 2'dir. Onda bu məsafədə nə qədər olacaq? 2. Demək, biz buranı tapmışdıq 16. Aşağıda tapdıq 2. Ümumi dərinliyimiz nə qədər olacaq onda? 18. Yəni 16 plus 2 bərabərdir 18. Finişə çatmayan idmançıların sayı finişə çatanların sayının 40%-nə bərabərdir. Ümumi 28 idmançı vermişdi bizə, səhv eləmirəmsə. Baxaq bizə dəqiqə. Bəli, yarışda 28 idmançı iştirak edir. 28 idmançı iştirak edir. Finişə çatan olacaq. Deyək ki, x çatmayan 28 çıx x. Bizə deyir, finişə çatmayan idmançıların sayı finişə çatanların 40%-dir. Yəni çatanlar x-dir. Demək, x-in 40%-i x vuraq 40 böl 100 çatmayanların sayına bərabərdir. Yəni 28 çıx x-ə bərabərdir. 20 ixtisarləsək 2 qalır, 5 qalır. Demək, 2x bölünsün 5 bərabərdir 28 çıx x. Çarpaz eləsək 2x bərabərdir 140 çıx 5x. 7x 140-dır, x də bərabərdir 20. Demək, 20 nəfər çatandır, 8 nəfər çatmayandır. Çatmayan oldu 8 nəfər. 30-cu sualda seçilmiş ixtiyari idmançının finişə çatması hadisəsinin ehtimalı. Seçilmiş demək nə dedik? 20'si çatdı. 8'i çatmadı. İndi seçilmiş ixtiyari idmançının finişə çatması hadisəsinin ehtimalı. Bilirik ki, 28 idmançı var, 20'si çatdı. 28 dənənin 20'si çatdı. Və yaxud da əlverişli halların sayı, yəni 20 bölünsün mümkün də 28'dir. 20 bölü 28, 4'ü də ixtisarləsək 7'də 5. Cavab oldu 7'də 5. Dediyimiz kimi 20 şagirdin, daha doğrusu 28 idmançının 20'si çatdığına görə çatan olma ehtimalı 28'də 20'dir. Yəni 7'də 5. Bugünlük bu qədər şagirdlər. Sağ olun.